cəsarətli, eksperimental, bəzən isə konseptual yanaşmalar əsasında yaradılan dizaynlar. Heç bu geyimləri gündəlik həyatda geyinmək olar? Sualını biz tez-tez eşidirik. Lakin avangard dizaynerlərin əsas məqsədi gündəlik geyimlər yaratmaq deyil. Yaradıcılıq sərhədlərini zorlayan ideyalardan ibarət olan bu geyimlər əslində bizə çox dərin mənalar ötürürlər. Avangard məfhumunun dərinliklərinə ensək, orada çox incə məqamları tapa bilərik. Avangard fransızca avantgarde, ön cəbhədə, öndə gedənlər mənasını verir. Əslində avangard sadəcə qeyri-adi formalar və materiallar deyil. O cəmiyyətin estetik və sosial qaydalarını sorğulayan, ənənələrə meydan oxuyan bir manifestdir. Əgər sadə dildə avangard stilini necə tanımaq olar bilmək istəyirsinizsə, əgər bir geyimdə forma klassik qaydalara tabe olmursa, qeyri-adi detallar, asimmetriya, gözlənilməz materiallar varsa, bu avangard üslubun açıq-aşkar göstəricisi ola bilər. Avangard stilini niyə çox insan bəyənmir, anlamır? Çünki adətən insanlar modanı gözəllik üzərində hiss etməyə çalışır. Estetika, uyğunluq, qüsursuzluq. Lakin avangard stil tam tərsinə gözəllik meyarlarını sındırmağa çalışır. İndi bir neçə dizaynerdən danışacağam. Avangard stilindən danışarkən ilk ağlımıza gələn şəxs Rei Kawakubo olmalıdır. Comme des Garçons brendinin yaradıcısı, Yapon dizayneri Rei Kawakubo. O geyimdə dekonstruksiyanın ustasıdır. Yəni onun kolleksiyaları gözəl nədir sualını təkrar-təkrar sorğulayır. Və o qüsurları və asimmetriyanı gözəlliyə çevirərək bizi gözlənilən estetikanı yenidən düşünməyə vadar edir. Qeyd edim ki, məhz Yapon dizaynerləri 80-ci ildə bu stili Avropaya daşıdı və Avropanı biraz silkələdi. Digər avangard stildə çalışan dizayner isə məhz Yoji Yamamoto'dur. Yoji Yamamoto isə qara rəngin kralıdır. Qara rəngi minimalizmlə birləşdirərək minimal avangard stilini yaradıb və güc, poetiklik hiss olunur onun bütün yaratdığı geyimlərdə. Onun dizaynları tez-tez cinsiyyət rollarını sual altına alır və sərbəst siluetlərlə sərhədsiz ifadə imkanı yaradır. Bundan başqa Yoji Yamamoto öz geyimlərində dekonstruksiyadan istifadə edir. Tamamilə dağılmış və yenidən qurulmuş bir geyimə bənzəyir geyimlər və eyni ilə də asimmetriya onun güclü tərəflərindən biridir. Və təbii ki, bir avangard dizayner olaraq Yoji Yamamoto da gözəllik standartlarını sorğuya çəkir və öz dekonstruksiyası ilə, öz asimmetrik biçimləri ilə bizi gözəllik standartlarına yenidən baxmağa, başqa cür yanaşmağa vadar edir. Digər dizayner isə avangard modanı bizə tamamilə başqa bir üslubda çatdırmağa çalışır. Son dövrlərin məşhur dizaynerlərindən biri sayılan və əsasən 3D texnologiyasını işə salan Iris Van Herpen. Bu dizayner haqqında ümumiyyətlə ayrı bir video olmalıdır mütləq. Çünki o elm və texnologiyanı moda ilə birləşdirməyi bacarıb. 3D çap, lazer kəsim və yeni materiallarla, ağla sığmaz materiallar və üslublarla sanki geyimləri canlı heykələ çevirir. Ümumiyyətlə avangard stilinin də bir neçə qolu yaranıb və Van Herpen'in yaratdığı geyimləri isə daha çox futuristik avangard stilinə aiddir. Çünki daha çox gələcəklə bağlı ideyalarını bu geyimlərdə əks etdirir.
və sizə növbəti dizayneri təqdim edirəm. Öz sosial çağırışları ilə məşhur olan Rick Owens. Rick Owens qaranlıq, distopik atmosferi və təəccüblü siluetləri ilə məşhurdur. Onun kolleksiyaları bəzən insan bədəninin sərhədlərini genişləndirən, bəzən isə zamansız, post-apokaliptik bir dünya yaradır. Rick Owens cəmiyyətin geyimlə bağlı bütün normalarını ümumiyyətlə alt-üst edir. Uzun, axıcı siluetlər, qara rəngin hakimiyyəti, dekonstruksiya edilmiş formalarla o, insanı həm güclü, həm də kövrək göstərir. Və deyərdim ki, Rick Owens moda vasitəsilə insanlara həm fərdi, həm də cəmiyyətə aid dərin suallar verir. Birinci verdiyi sual təbii ki, ümumiyyətlə gözəllik nədir? Onun qeyri-adi siluetləri gözəlliyin simmetriya, düz kəsimlər və mükəmməl bədən forması ilə məhdud olmadığını göstərir. İkinci sualı, bədənimiz bizi necə ifadə edir? O geyim vasitəsilə bədəni bəzən genişləndirir, bəzən gizlədir, bəzən də heykəl kimi sərgiləyir ki, insan bədəni əslində yalnız cisim deyil, həm də kimlikdir. Üçüncü sual isə cəmiyyət bizi necə formalaşdırır? Onun qara, post-apokaliptik estetikası müasir dünyanın qaranlıq tərəflərini, təklik hissini, bəzən isə üsyanı göstərir.